mən bu yola çıxanda bilirdim ki, tənqidlər də olacaq, təhqirlər də olacaq. Hətta ailəmə də qeyd eləmişdim ki, yəni ailəm belə məni bu yolda kənarlaşdıra bilməz, uzaqlaşdıra bilməz. Çünki mən özü qarşıma bir missiya qoymuşam, hədəf qoymuşam. Bu missiyaya doğru gedərkən bəli bilirəm ki, müxtəlif ləkələmələr də olacaq, təhqirlər də olacaq, müəyyən zorakılığa məruz qalma ehtimallarımız da var. Bizlə bağlı müəyyən təhdidlərin olduğunu da bilirik. Bununla bağlı müəyyən siyahılarda adımızın olduğundan da xəbərdarıq. Buna baxmayaraq amma bu yoldan vaz keçmək olmaz. Çünki öz yaşıdlarım arasından, öz sinif yoldaşlarımın ikisini biz dəfn elədik. Yəni bizim onların yerində olmayacağımız da məlumdur. Yəni bizim də sabahların bir yol qəzasında da dünyasını dəyişə bilərik və yaxud da təyyarədə getdiyimiz zaman bizim necə ki Azalın təyyarəsini vurmuşlar. Bu hadisələr də ola bilər. Yəni heç kimin bir zəmanəti yoxdur. Ona görə əsas odur ki, yaşadığımız həyatı doğru yaşayaq, düzgün yaşayaq. Həmin o qarşımıza qoyduğumuz missiyanı, yəni maarifləndirmə missiyasını həyata keçirək. Mən inanıram ki, bu günlərin bəziləri bu məsələni birmənalı qarşılamırlar, qəbul eləmirlər. Amma bunu qəbul edən, başa düşən, intellektual insanlarımız da çoxdur.